Nefsi baş. Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U13 Liqası 3-cü dövrənin təsəlli verici görüşləri başladı. Gol TV bugün iki maraqlı, eyni zamanda turun diqqət çəkən görüşünü sizlərə təqdim edəcək. İlk növbədə Dostluq Neftçi İdman Klubu oyunu sizlərə təqdim olunur. Qeyd edim ki, bu mövsüm Neftçi İdman Klubunun oyunu ilk dəfədir ki, Gol TV vasitəsilə yayımlanır. Komandaların heyətləri ilə tanış olaq. İlk növbədə qonaq komanda Neftçi İdman Klubundan başlayır. Qapıda 1 nömrə İmaməddin Hüseynov, 2 Əli İskəndərov, 5 Kamran Xəlilov, 9 Tamerlan Qürbətsoy, 11 Hüseyn Hacıyev, 10 Qurban İbrahimov, 12 Həsən Məmmədli, 17 komandanın kapitanı Yusif Abdullazadə, 19 Sirac Sulxayev, komandanın baş məşqçisi Ramiz Saadətov. Digər futbolçu 20 Fərid Nağıyev, 7 Əli Kürdov, 6 Hüseyin Həsənov, 22 Cəlal Qazibəyli üzr istəyirəm, 16 Ramil Nəbizadə, 18 Əli Bəşirov, 2 Tunar Quliyev, 21 Kamran İskəndərli, 13 Yusif Məmmədov. Dostu komandasında qapıda 25 nömrə Ayxan Mikayelov. Gəlin bu gün zərbəsini izləyək. Kapitan Harun Nəsibov topu oyuna daxil etməlidir. İçəriyə doğru ötürmə, qapıya yox, zərbə vurmaq imkanı yaranmadı. Daha bir gün zərbəsi yerinə yetirəcək. 3 Niyaz Qulamov, 5 Həmid Rəhimov, 6 Rafael Mütəllimov, 7 Rəsul Məmmədzadə, 10 İçəriyə doğru daha bir ötürmə, qapıya, amma yox. Zərbə təhlükəli alınır. 10 Rüstəm Bəbirov, 11 Cavid Səfərov, 17 İslam Mehdizadə, 20 Harun Nəsibov. Komandanın kapitanı baş məşqçi təcrübəli Akif Hümbətovdur. Neftçi İdman Klubu oyunçuları qapıdan zərbə ilə topu oyuna daxil edəcək. İrəliyə doğru ötürmə izləyirik. Komandaların heyətində hər hansısa bir oyuncu dəyişikliyi olarsa onu da sizin diqqətinizə çatdıracağım. Dostluq komandasının ehtiyat oyuncuları da olduqca zəngindir. Cavid burada 2 rəqibin əhatəsini keçməyi bacarır. Neftçi hücumu Hüseyin Hacıyev İslama qarşı mübarizə aparır. İrəliyə doğru ötürmə Rəsul sürəti hesabını rəqibinə keçməyə çalışır. İmaməddin isə topu irəli vurur. Out. Daha bir out atışı Neftçi İdman Klubu oyuncuları yeri yetirir. Kapitan İrəliyə bir qədər geri ötürmə, riskli bir ötürməydi, amma qapçı İmaməddin burada səhvə yol vermədi. Komanda yoldaşının etdiyi bu səhvi sığorta hücum davam edir. Qapıya zərbə Rüstəm Bəbirov. Mən deyərdim ki, görüş ərzində yaranmış təhlükəli gol epizodu məhz Neftçi İdman Klubunun qapısı ağzında yaranmışdı. Niyaz Qulamov cəlmə zərbəsini yerinə yetirəcək. Biz artıq onun ifasında cəlmə zərbəsindən vurulan qolların şahidi olmaq istəyir. Qapıcı Hüseynov yaxşı oynayır. İleriye doğru daha bir ötürmə gözləyirik. Qurban İbrahimov. Kapitan Yusif bir qədər də geriyə. Yenidən Yusif, 17 nömrəli oyuncu. Neftçi hücumdadır. Qapı istiqamətindən zərbə, qapıcı Ayxan Mikayelov bu zərbənin qarşısını kəsir. Neftçi gün zərbəsini yerinə yetirəcək. Hüseyin Hacıyevin təhlükəli zərbəsi idi. Abdullazadə komandanın kapitanı. Üçüncüdən topu oyuna daxil etməlidir. Hələ ki qarşılaşmada qolsuz bərabərlik var. İnanırıq ki bu oyunda Gol TV'nin bəzəyi olan qolu görə biləcəyik. Qapı istiqamətinə daha bir zərbə İbrahimovun təhlükəli zərbəsi idi. Neftçi bu dəqiqələrdə təzyiqi bir qədər də artırıb. Outdan Neftçi topu oyuna daxil edir. Hüseyin ötürməsi Cavid Səfərov topu irəli vurmağa çalışırdı. Bu dəqiqələrdə bəli, Dostluq komandası sürətli əks hücuma keçə bilər. Rəsul Məmmədzadə komandanın sürətli futbolçuları qapıya zərbə, top qapının yanından keçir. Mən deyərdim ki, Rəsul Məmmədzadə U13 Liqasının ən sürətli futbolçularından biridir.
Abdullazadə Yusif keçdi bir rəqibini. İləriyə doğru ötürmə, yenidən Rəsul. Rüstəm ondan ötürmə gözləyirdi. Neftçi uzaqdan qapıya zərbə, Rəfalin zərbəsi idi. İmaməddin bu topa nəzarət edirdi. Kapitan Yusif topu aldı rəqibdən. Yusif keçdi rəqibini, 2 rəqibinin həcəsini keçmək bacardı, qapı istiqamətdən zərbə topu qapının yanından vurur. Bugün meydanın ən yaxşı oyuncularından biridir Yusif Abdullazadə. Artıq top ona düşərkən rəqib komandanın 2 futbolçusu onun qarşısını kəsməyə çalışır və beləliklə ilk hissə başa çatdı, qısa fasiləyə ayrılır. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşlər. İlk hissədə Hakimlər briqadasını sizə təqdim etmədim. Ziya Nəsirov və İrşad Aydınovdur. Onlara da hər iki komandaya bugünkü oyunda uğurlar arzu edirik. İlk hissədən gol səsi çıxmadı, amma kifayət qədər təhlükəli hücumlar yaşandı. Xüsusilə 2 epizod hər komandanın bir real gol imkanı var. Yusuf Abdullazadə cəlmə zərbəsindən topu içəriyə doğru ötmə, qapıya zərbə və top qapıdadır. Heç kimə dəyməyərək qapıya daxil olur. Yusuf Abdullazadə topu qapıdan keçirir ikinci hissəyə. Neftçi futbolçuları qolla başlayır. Bir anlıq bizlərə Braziliyalı Juninho xatırlanır. Onun da bu cür zərbələri var. Top qapıçının yanında yerə deyərək istiqamətini dəyişir. Qapıçıların ümumiyyətlə sevmədiyi zərbələrdə vurulan qolun təkrarı bir daha bizlərə təqdim olunur. Top bu cür qapıya daxil olur. Neftçi qolla başladı. Qeyd etdim ki, ilk hissədə qapılara qol vurulmadı. Rüstəm Bəbirov və Yusifin təhlükəli epizodları var idi. İkinci hissədə isə Yusuf Abdullazadə, komandanın kapitanı Qurban. İçəriyə doğru ötürmə, Hüseyin Hacıyev, Hüseyin keçdi rəqibini, qapıya zərbə, daha bir qol vurur Neftçi İdman Klubu. Qollar ard-arda gəldi, 5 dəqiqə sonra Neftçi ikinci qolu vurur. Hüseyin Hacıyev topu bu cür qapıdan keçirir, gözəl qol vurulur. Qurban İbrahimovsa burada məhsullar ötürməliyyətdə qalır. Bu ötürməyə görə məsələ komanda yoldaşı Qurban alqışlayır. Qolun təkrarı sağa çəkdi, baxın səliqəli şəkildə qapıya dəqiq zərbə indirir. Outdan İləriyə doğru ötürmə, qollar ikinci hissədə, ilk hissədə qolların olmadığından şikayətlənirəm, amma ikinci hissədə qollar ard-arda gəldi. Komandaların heyətində də oyuncular dəyişdi. Əli Kürdov ötürmə, Yusifdən qapıya zərbə, inanılmazdı. Yusif daha bir qol vurur. Cəmi 7 dəqiqəyə 2 qol vurur. Ümumiyyətlə Neftçi 7 dəqiqəyə 3 qol vurdu dostluq komandasının qapısına. Yusuf Abdullazadə bugünkü oyunda ikinci, komandasının 3-cü qolunu vurur. Sonradan oyuna daxil ol Əli Kürdov, məhsullar ötürməklə yadda qaldı. Kapitan Nəsibov. Onun da təhlükəli zərbələri var. Biz bu futbolçulardan, bu cür oyunculardan qollar gözləyirik. Dostluq komandası dərhal topu oyuna daxil. Rəsul buraxılan qollardan birinin əvəzini çıxa bilərdi. Təhlükəli zərbə ilə yadda qalır. Qapıdan zərbə ilə komandanın 16 nömrəli qapıçısı Ramil Nəbizadə. Və görüş bitdi. Hakim qapıdan zərbəyə icazə vermədi. Hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Dostluqda 5 nömrə Həmid Rəhimov, oyunun ulduzu isə Yusuf Abdullazadədir. Bugünkü oyunda onun 2 vurduğu qol var idi. Sağ olun, gələn görüşlərə dək.